Xəstəxananın dəhlizində dərman və narahatlıq qoxusu vardı. Rüstəm Ayseli qucaqlayıb baxırdı. Tibb bacısı onun dizlərində və dirsəklərindəki sıyrıqları ehtiyatla təmizləyib sarıyırdı. Elə bu anda qəbul şöbəsinə Qalib adlı bir buruluğan sözün əsl mənasında soxuldu. O Rüstəmin yanına şığıdı, az qala yaxasından yapışdı. Amma Ayselin iri, göz yaşlarıyla dolu gözlərinə baxan kimi qəfil dondu. O haradadır, necədir? Əgər ona nəsə olsa, mən bunu heç vaxt özümə bağışlamaram, Rüstəm astaca sözünü tamamladı. Qalib ona diqqətlə baxdı, sanki içində nəsə tutdu, sonra çiyninə yüngülcə vurub dedi. Hər şey yaxşı olacaq, o elə-belə təslim olan deyil. Rüstəm üzünü yana çevirib, əlini gizlətdi. Az sonra həkim çıxdı. Yorğun görünürdü, amma sakit idi. Vəziyyət stabilləşdirilib, çox qan itirib, amma daxili qanaxma yoxdur. Şüşə qırıqlarını çıxartdıq, tikişlər vuruldu, ağrı-kəsici sistem verilir. Palataya köçürülüb, yanına girə bilərsiniz. Palatada işıq yumşaq, səpələnmiş idi. Ağ divarlar və antiseptikin yüngül qoxusu sanki səssizlikdən bir kokon yaradırdı. Aparat nizamla ürək döyüntülərini sayırdı. Küncdə damcı-damcı serum axırdı. Samirə barmaqlarını tərpətdi, yavaşca gözlərini qırpdı. Harada olduğunu dərhal anlamadı. Bədəni ağır idi, ağrı isə uzaqdan gəlirdi, sanki suyun dərinliyindən. Bağışlarını yana çevirdi və gözlərlə rastlaşdı. Rüstəm. Gözləri keçirdiyi gərginlikdən qızarmış idi. Üzü yorğun idi. Amma Samirə ona baxan kimi onun içində bir işıq yandı. Həqiqi, ölçüsüz bir sevinç. Səhər günəşi kimi. Ayıldın, o pıçıldadı əlindən tutaraq. Canım, məni eşidirsən? Samirə yüngülcə gülümsədi. Qulaqlarım deyəsən zərər görməyib. Rüstəmin dodağının küncündə güclə saxlanan bir gülüş qığılcımı göründü. Heç zarafat vaxtı değildi. Aysel haradadır və Nərminə nə oldu? Elə bu anda çarpayının o biri tərəfindən Ayselin başı göründü. Samirənin ayıldığını görən kimi yerindən sıçradı. Samirə, ayıldın! Qız hönkürdü və ehtiyatla çiyninə sığınıb onu qucaqladı. Samirə əlini qaldırıb, barmaqları qızın saçlarının üstündə gəzdirdi. Yaxşısan, dostum, soruşdu. Mən hər şeyi gördüm, sən məni xilas etdin. Ayselin səsi titrədi. Samirə onun ovucunu yüngülcə sıxıb dedi. Sən çox cəsursan, afərin sənə ki məni dinlədin. Əslində sən bizi ikimizi də xilas etdin. Rüstəm gözlərini yumdu, sanki içindəki fırtınanı saxlayırdı. Sonra ehtiyatla Samirənin yanağına toxunub pıçıldadı. Çox qorxdum. Hər şey yaxşı olacaq, Samirə dedi, onun əlini sıxaraq. Elə bu anda palataya Qalib baş uzatdı. Əlində 2 stəkan qəhvə, özü və Rüstəm üçün, Aysel üçünsə isti şokolad vardı. İçəri bir addım atdı, dayandı və gülümsədi. O, bizim qəhrəmanımız ayılıb. Mən elə bilirdim, səni elə-belə yıxmaq olmaz. Düzdür, hələ ki qəhvəsiz qalacaqsan, sadəcə baxacaqsan. Bağışla. Samirə gülümsədi və dərhal ətrafa baxmağa başladı. Nə axtarırsan? Rüstəm narahat soruşdu. Həlir daha böyük tapış. Niyə? Təəccübləndi. Nə ilə atırsan at, təki sağalsın, Qalib güldü. Amma Rüstəm, dostum, sənə bir məsləhət. Evdə tapışdan istifadə etmə, yaxşısı odur ayaqyalın gəz, öz xeyrinə. Sonra Samirənin hədələyən bağışlarını görməzdən gəlib, telefona cavab verdi və əlavə etdi. Hazır olun, indi bura ağır artilleriya girəcək, bizim və Rüstəmin valideynləri. Gedim qarşılayım, ilk zərbəni özüm qəbul edim. Ayselə tərəf döndü. Ey, dostum, mənə kömək edərsən? Qız atasına baxdı. O başı ilə razılıq verən kimi Aysel həvəslə Qalibin əlindən tutdu. Gəl super qəhrəman, dedi və ikisi palatadan çıxdı. Otaqda sükut asıldı. Rüstəm pəncərəyə yaxınlaşıb durdu. Bulanıq şüşəyə baxdı. Nərminə nə oldu? Aysel necədir? Samirə astaca soruşdu.
Əli sükan arxasında kim olduğunu görəndə qorxdu axı. Onu eşitmək belə istəmirəm, Rüstəm qırıq nəfəs aldı. Nərmin həm səni, həm də qızımı öldürə bilərdi. Sən ərizə yazacaqsan, bu hekayəni bitirməliyik. Samirə yavaşca başını yəllədi. O, bilmirdi ki, Aysel maşındadır. O mənə baxırdı. Mən onun üzünü gördüm. Artıq itirəcək heç nəyi olmayan insanın üzünü. Rüstəm, ona kömək lazımdır. Məhkəmə yox. Mən ona nə düşündüyümsə hamısını dedim. Ümid edirdim başa düşər. Mən ona şans verdim. Rüstəm palatada gəzişməyə başladı. Sanki içində kilitlənmiş yay vardı. Amma az qala hər şeyi, məndə olan hər şeyi məhv edirdi. Bilirəm, Samirə yumuşaq, amma inamla danışırdı. Amma mənə de, Ayselin gözlərinə necə baxacaq əgər anası həbsə düşsə? 5 ildən sonra ona nə deyəcəyik? 10 ildən sonra. Rüstəm dayandı. Bağışları toqquşdu. Başqa yol da var, Samirə əlavə etdi. Və mən inanıram ki, sən onu tapacaqsan. Rüstəm uzun müddət sustu. Sonra demək olar ki, pıçıldıyla dedi. Nə edəcəyimi bilirəm. Samirə belə diqqəti hətta şagirdlərindən belə görməmişdi. Anası yalnız qızın bütün yaralarını öz gözləri ilə yoxlayıb, hökm çıxarandan sonra sakitləşdi. Toya qədər sağalar. Bu söz onu hər dəfə güldürürdü. Xüsusən də 2 ana, Zeyma xanım və Mətanət xanım elə xəstəxana palatasında qərar verən ki, toy yayda olacaq. Mətanət xanım Samirəni ziyarətə gələn kimi palata improvizə olunmuş toy şurasına çevrilirdi. 2 ana çox tez dil tapmışdı və sanki bu söhbətlərdən həqiqi zövq alırdılar. Elə bil həmişə ən yaxın rəfiqə olmuşlar. Samirə tez və asan sağalırdı. 10 gündən sonra tikişlər çıxalan kimi bütün yaxınlarının etirazına baxmayaraq yenidən məktəbdə göründü. Onun qayıdışına ən çox sevinən Aysel idi. Rüstəm əlbəttə ona dərhal sükan arxasına keçməyə icazə vermədi və qayğısını öz üzərinə çəkdi. Məktəbə özü gətirir, özü gətirirdi. Qalibin səyləri ilə Samirənin Peugeotu da yeni kimi olmuşdu. Amma bugün Rüstəm onları götürməyə gələndə xüsusilə diqqətli və biraz da həyəcanlı görünürdü. Mən Nərminəyə getdim, dedi kemərini bağlayaraq. Bugün onu evə buraxırlar. O çox xahiş etdi ki, səninlə və Aysellə danışsın. Ancaq sən razı olsan. Sən heç nəyə borclu deyilsən. Samirə bir an düşündü, sonra başını tərpətdi. Yaxşı, mən onunla danışaram. O arxa söküdə olan qıza çevrildi. Aysel? Aysel onun əlini biraz sıxıb pıçıldadı. Ancaq sən mənimlə gəlsən. Nərmin çarpayıda oturmuşdu, artıq öz adəti geyimində. Rüstəm Samirə və Ayseli bir yerdə içəri girən kimi gözləri dumanlandı və üzünü yana çevirdi. Amma dərhal özünü ələ alıb bağışını qızına çevirdi. Aysel ona ehtiyatla baxırdı. Yaxşısan qızım, dedi. Hə, cavab verdi Aysel. Samirə məni xilas etdi. Bəs sən bilmirdin ki, mən də oradayam. Bu sözlər ittiham kimi deyil, daha çox bir xahiş kimi səsləndi. Anasının canavar olmadığını təsdiqləmək kimi. Nərmin dodaqlarını sıxıb başını yəllədi. Yox, bilmirdim. Ümidsiz idim. Bağışla canım. Mən sənə inanıram, pıçıldadı Aysel. Amma mən o vaxt çox qorxdum. Samirə də, o qan içində idi. Nərmin gözlərini yumdu, sanki ağrıyırdı. Bilirəm, çox pis hərəkət etdim. Nə bilim mənə nə oldu. Mən sizdən bağışlanmağınızı istəyirəm, ikinizdən də və sağollaşmaq istəyirəm. Sabah Türkiyəyə uçuram, anamla, həmişəlik. Mən artıq müalicəyə yazılmışam. Başa düşdüm ki, mənə kömək lazımdır. Samirə baxırdı. Aysel tərəddüddən sonra ehtiyatla yaxınlaşıb anasını qucaqladı. Hər şey yaxşı olacaq, sağalacaqsan, mütləq, dedi. Nərmin onu sinəsinə sıxıb bircə sözü təkrar edirdi. Bağışla, bağışla. Gəl şahzadəm, gedək, yaxınlaşıb Rüstəm qızın əlini nəvazişlə tutdu. Get canım, dedi Nərmin. Mən isə Samirə ilə danışmaq istəyirəm. Onlar çıxandan sonra palatada sükut çöktü. Nərmin çökkün çiyinlərlə oturmuşdu. Sanki danışmağa cəsarət etmirdi. Necəsən? Eşitdim sənə də dəyib.
Sükutu ilk Samirə pozdu. Fiziki ağrı heç nədir, o birinə müqayisədə. Mən bütün sənədləri imzaladım, astaca dedi Nərmin. Qayıtmaq və hər şeyin əvvəlki kimi olacağını ümid etmək səhv idi. Orada yaşadıklarımdan sonra Rüstəm mənə sakit sahil kimi görünürdü. Mən elə bildim geri qayıda bilərdim. Ona, qızıma, axı vaxtilə o məni sevirdi. Ancaq indi isə Ayseli də itirdim. Samirə baxırdı. Aysel tərəddüddən sonra ehtiyatla yaxınlaşıb anasını qucaqladı. Hər şey yaxşı olacaq, sağalacaqsan, mütləq, dedi, Nərmin onu sinəsinə sıxıb bircə sözü təkrar edirdi. Bağışla, bağışla. Gəl şahzadəm, gedək, yaxınlaşıb Rüstəm qızın əlini nəvazişlə tutdu. Get canım, dedi Nərmin. Mən isə Samirə ilə danışmaq istəyirəm. Onlar çıxandan sonra palatada sükut çöktü. Nərmin çökük çiyinlərlə oturmuşdu. Sanki danışmağa cəsarət etmirdi. Necəsən? Eşitdim sənə də dəyib. Sükutu birinci Samirə pozdu. Fiziki ağrı heç nədir, o biri ilə müqayisədə. Mən bütün sənədləri imzaladım, Nərmin astaca dedi. Qayıtmaq və hər şeyin əvvəlki kimi olacağını ümid etmək səhv idi. Orada yaşadıklarımdan sonra Rüstəm mənə sakit sahil kimi görünürdü. Mən elə bildim geri qayıda bilərəm. Ona, qızıma. Axı vaxtilə o məni sevmişdi. İndi isə Ayseli də itirdim. Samirə ehtiyatla onun yanında oturdu. Sənə zaman və məsafə lazımdır ki, hər şeyi yenidən düşünəsən. Aysel qayğı və sevgi içində böyüyəcək. Mən söz verirəm, bunun üçün əlimdən gələni edəcəyəm. Sən də onun həyatının bir parçası ola bilərsən, hazır olanda. Əsas odur ki, onun dünyasını dağıtmayasan. Nərmin ona daxdı. Mənə qarşı ərizə yaza bilərdin. Niyə yazmadın? Samirə pəncərəyə baxdı. Sonra Nərminə tərəf dönüb sakitcə dedi. Mən sadəcə bu şər spiralını dayandırmaq istədim. Və sənə şans vermək. Çalış onu itirmə. Sonra başqa tonda əlavə etdi. Sən cavansan və çox gözəlsən. Səni yamayacaqlar. Həm bədənini, həm də ruhunu. Və yenə təzə kimi olacaqsan. Bəlkə onda görüşlərimiz başqa cür keçər. Bir-birimizi öldürməyə çalışmadan. Nərmin xırıltılı bir gülüşlə güldü. Və dərhal böyrünü tutub ağrıdan üzünü turşutdu. Mən başa düşürəm Rüstəm niyə səni seçdi. Yəqin başqa bir həyatda. Biz rəfiqə ola bilərdik. Bəlkə başqa bir həyatda. Samirə başını tərpətdi. O qalxıb qapıya tərəf getdi. Sağ ol, Nərmin. Aysel üçün narahat olma. Nərmin cavab vermədi. Sadəcə palatanın pəncərəsindən çölə görməyən baxışla baxırdı.